Salam hörmətli izləyicilər. Bəli, bu şəxsin adı, soyadı Musa Manarov idi. Musa Manarov 22 mart 1951-ci ildə Bakı şəhərində bir hərbiçi ailəsində anadan olmuşdur. 1974-cü ildə Moskva Aviasiya İnstitutunu bitirdikdən sonra bir müddət hərbi təyyarə sahəsində mühəndis kimi çalışır və bu müddətdə o hərbi təyyarələr idarə edir və onların təlimləri ilə məşğul olur. Bir müddətdən o kosmonavtika sahəsində öz bacarığını yoxlamaq istəyir və bu sahədə kurs keçir və belə ki 1987-ci ildə o Soyuz TM-4 kosmik gəmisində fəzaya qalxır və onun ümumilikdə fəzada olma müddəti 365 gün 22 saat 38 dəqiqəyə bərabərdir. Bu müddət o dövr üçün deməli rekord sayılırdı. Bu müddətdə o 2 dəfə deməli vakuuma çıxmış və burada o elmi tədqiqatlar aparmış, müəyyən deməli avadanlıqların testini həyata keçirmiş, elmi təcrübələr aparmışdır. Belə ki, o kosmosda qalma müddətinə görə 16-cı yerdə gedir və kosmik tarixi kitablarında isə ilk Azərbaycanlı kosmonavt kimi tarixə düşmüşdür və ona 1987-ci ildə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. Həm də o deməli əməkdar idman ustasıdır. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.